Salam, hər vaxtınız xeyir olsun. Bugün 15 fevral 1-ci cəhd magistratura imtahanına düşmüş qəbul sualına baxırıq. Ümumiyyətlə, əziz tələbələr, bu tapşırıq ingilis dilində phrasal verbs, frazoloji feillər mövzusuna aiddir və frazoloji feillər demişik ki, əsas feilə, məsələn, burada look feilini görürük ki, əslində o baxmaq sözünü ifadə etsə də, yanına, yəni müəyyən söz önləri əlavə etməklə mənası tam dəyişmiş olur. İndi bunların mənasına baxacağıq ki, mənaları nədir? Məsələn, look up deməli bilirik ki, hər hansı bir lüğətdə, siyahıda, məlumat kitabçasında bir sözü axtarıb tapmaq mənasını verir. Bəs look around nədir? O, tutaq ki, dövrə vurmaq mənasını verir, ətrafa baxmaq mənası var və bundan başqa soruşub axtarmaq mənası var. Bəs look forward nədir? Nə isə səbirsizliklə gözləmək. Bax, biz bu zaman o ifadəni işlədirik. Look after nədir? Qayğısına qalmaq. Məsələn, xəstənin, uşağın qayğısına qalmaq mənasında və nəhayət look like isə bənzəmək, görünüşcə kiməsə oxşamaq mənasını verir. İndi baxaq cümləmizə. Baxın, nöqtələrdən sonra all the new words in the dictionary. Dictionary bilirik ki, nədir? Lüğətdir və biz demişdik ki, lüğətdə sözləri axtarmaq mənasında nə olacaq? Look up olacaq. Doğru variantımız A variantıdır və cümlə belə tamamlanacaq. You must look up all the new words in the dictionary before translating the article. Yəni, mənası necə olacaq bəs tərcüməsi? Məqaləni tərcümə etməzdən əvvəl bütün yeni sözləri lüğətdə axtarmalısan, yəni tapmalısan mənasında biz bu ifadəni işlədəcəyik. Növbəti dərs izahlarında görüşənədək sağ olun.